Salam əziz hünərcülər. Bu cələsədə Leylimley ahənginin amuzişinə başlayırıq. Bu ahəngimiz Türkiyə mahnılarındandır. Türküdür dərvaqi. Kökümüz bu ahəngdə. Redə kökləyə bildik, sol da kökləyə bildik. Mən bu tədrisdə sol kökləmişəm. Yəni az simlərimiz tiyunerdə si'dir. Orta simimiz F'dir. Üst simimiz bi bemol. Bu ahəngdə həm mi bemol pərdəsi işlənəcək, həm mi bekar işlənəcək. Əksərən mi bemol işlənəcək, müntaha bir yerdə mi bekar, mi'nin özü işlənəcək. Yəni. Əvvəl cələsənsin çalğısını çalım, sonra keçək amuz işinə. Bu çalğısı idi. Geçək indi bu qismətin amuz işinə. Mizanı əvvəl Re'də rast mizraf vururuq üstdən yenişə. Vurandan sonra birinci barmağı basırıq, mizraf dəyəndən sonra mi bemoldan səs alırıq.